Küveytin bu qədər böyük neft ehtiyatını cəmi 4,5 milyon insanla bölüşməsi ölkə sakinlərini dünyanın ən varlı xalqlarından biri edib. Üstəlik Küveytin pul vahidi dünyanın ən dəyərli valyutalarından biridir. Hazırda bir Küveyt dinarı təxminən 5,5 Azərbaycan manatı və 3,2 ABŞ dollarına bərabərdir. Pul vahidləri o qədər dəyərlidir ki, hətta bir dinarın 1/4-ni kağız pul kimi çap ediblər. Ölkə böyük sərvət üzərində oturur və dünya neft bazarının 10%-i bu kiçik dövlətin nəzarəti altındadır. Küveytdən neft almaq istəyən hər bir ölkə məcburi olaraq Küveyt dinarı əldə etməlidir. Bu səbəbdən Küveyt dinarı beynəlxalq bazarlarda daim tələbat görür. Bu sistem ölkənin valyutasını güclü saxlayan əsas faktorlardan biridir. Neft bolluğu gündəlik həyatda belə təsirini göstərir. Məsələn, 70 litrlik bir avtomobilin yanacaq çənini doldurmaq üçün cəmi 7,5 Küveyt dinarı, yəni 41 manat 40 qəpik ödəmək kifayətdir. Ancaq bu ölkədə hər şeyin ucuz olması demək deyil. Adi bir restoranda yemək yemək üçün orta hesabla 5 Küveyt dinarı, yəni təqribi 28 manat ödəmək lazımdır.